İslam dini İranda yaranmayıb ki, mən mütləq İranı sevməliyəm, yoxsa İslama düşmən olaram. İmam Hüseyin İbn Əli İranda doğulmayıb ki, mən Şiə kimi mütləq İranı sevməliyəm. Zorla, qılınc gücü ilə, dava dalaşla İran sevdalısı olmaq olmaz axı. Güllələməklə, öldürməklə həqiqəti yox etmək olmaz axı. Bu ölkənin vətəndaşları, türklər, ruslar, talışlar, ləzgilər və s. hamısı üçün bircə vətən var, Azərbaycan. Dilimiz, milli mənsubiyyətimiz ayrı olsa da, vətəndaş olaraq hamımız Azərbaycanlıyıq. Azərbaycan hamımızındır. Bir də ki, şir öz meşəsində şir olar, başqa meşədə yox. Necə deyərlər, nadan xoşbəxtliyi uzaqlarda, müdrik isə onu öz yaxınında axtarır. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz.